Neynirsən? Dəli olmusan? Sən dəli görməmisən. Bax, sadə bir sual verirəm sənə. Kimin adamısın? Sadə bir cavab ver. De. Mən heç kimin adamı deyiləm. Adamısan! Özünü öldürtmə, məni də yorma. Səni öldürərəm, qurda quşa yem olarsan burada. Neçə dəfə deyim axı, mən heç kimin adamı deyiləm. Nəysə, üçə kimi sayıram, cavab verdim. Vermədən öldürürəm səni. Bir. Dayan, yaxşı deyəcəm. İki. Dayan. Deyəcəm. Eşidirəm. Eşidirəm. Deyəcəm. Demək istəyirəm ki, yəni mən yaxşı. Yəni mən Polisler. Olmadı, danışma. Gedək, girin. sağ ol. Hoş gelmişsiniz. Buyurun. Xoş gördük. Oo, Kamran. Xoş gəlmisən. Xoş gördük. Necəsən? Sağ ol. Sən necəsən? Yaxşıyam, çox sağ ol. Hoş gelmişsin Kamran. Xoş gördük. Fikret mənim sağ ol. Necəsiz? Xoş gəlmisən Kamran. Xoş gördük. Gəl eləş, gəl. Çox sağ ol. Eləş. Hə Kamran, bir daha xoş gəlmisən. Xoş gördük. Şad günlərə gələk inşallah. İlxanın toyunda. İnşallah, Kamran, inşallah. Gün olsan, belə xonçalarımı aparasan, İnşallah. Yaman sevincək oldun he. Nə olub oluyor? Qaynana olmaq istəmirsən? Qaynan oldunsa deməli qocaldın. Gör necə düz tutdu, hə Kamran? Yəni demək istədim ki, qaynana oldunsa, yəni ən tez, ən cavan qaynana olacaqsınız inşallah. Yaxşı. Bəs Raul hanı? Raul dedi, biraz işlərim var, sən get, mən gələcəm ona görə. Bəlkə başlayaq yeməyə, sonra işi müzakirə eləyək. Nə deyirsiniz? Necə istəyirsiniz? Ləzzətli yeməklərimizdən nuş edin, cənablar. Nuş. Koca nənəm burada ölür, can verir. Sən mənə şərt qoyursan. Mən sözümü dedim. Razı deyilsənsə indi gedirəm. Yaş, razıyam. De görüm nə istəyirsən. Əgər mən bu evdə qalacağamsa, mənim heç bir işimə qarışmayacaqsan. Kızım, sən özün yaxşı bilirsən ki, mən həmişə sənin yaxşılığını istəmişəm. Mənim yaxşılığımı istəyən birinci mənim fikirləşər. Kızım, Nənə, bax, mənim ağlım başımdadır. Çox şükür tərbiyəm də yerindədir. Mən özümü idarə edə bilirəm. Sənin məsləhətinə ehtiyacım yoxdur. Sənin düzəlişinə ehtiyacım yoxdur. yaxşı. Razıyam. Da bundan sonra heç bir işə qarışmayacağam. Ağzımı da yumacam, gözlərimi də yumacam, oturacam yerimdə. Day sənə bir kəlmə söz deyən döyürəm. İnşallah. İnşallah. Mahirə nəsə bu Səmədin danışığı mənim heç xoşuma gəlmədi. Necə yəni? Nə bilim, deyir, bu gödəkçəni hardan almısan, necə sifariş vermisən? Ola bilər də, gödəkçən qəşəngdir. Peki xoşuna gəlib? Mahirə. Mən elə düz hiss eləmişəm.
Düymə. Düymə düşüb. Deyirsən yəni Səməd tapıb düyməni? Bilmirəm. Cəmil, necə belə diqqətsiz ola bilərsən? Harda düşürtmüsən onu sən? Yadıma sal görüm. Bilmirəm. Bütün gün Səmədlə Mahmudun dalınca düşürəm. Evdə də ola bilər, maşında da ola bilər. Mən nə bilim hardadır. Cəmil, sən bilirsən ki, Səməd nə qədər təhlükəli adamdır. Əgər o səndən şübhələnibsə, deməli qapıda səni gözləyir. Bəs indi neyniyək? Deyən indi mən gəlirəm. Al. Geyin bunu. Bu nədir? Qoruyucu gödəkçə. Geyin. Ağlında başqa fikir də var. Tez ol. Getdi. Getdi. Yo, mən oynayıram. Niyə Ay, gedir? Ay, yo, getdi. Tuzları o verəcəksən. Yo, getdi sən. Yürüyüb partlayar. Götür də götür. Götürün, gələnlər götürsün. Deyəm. Hala. Deyəm bir dəqiqə. Hə, var. Varındır. Baxım. Yo. Məndə var da. 9-u 8-də sən necə vurursan? Nədir orada? Qırmır, üstümə gəlir. Məndə yoxdur. Yoxdur, getdi. Səndə var? Hala. Ay qız, yox da, o Sən ondur. öyrənmədin də. Aha. Getdi. Deyəm bir dəqiqə. Nəyim var? Götürürəm. Götürdü. Bunu vermək istəmirəm. Yaxşı da, götür. Ne oldu Sabirə? Ay qız, nə oldu? Ne oldu? Ay qız. Hardadır? Dedi ona. Ayda, gör, o heyvan bax balaca bir heyvandır. Səndən də tərtəmizdir. Nə? O səndən iyrənməlidir, sən ondan yox. İyrənirəm də, olmaz, iyrənirəm də. Ay, yaxşı görək. O səndən təmizdir. Gör kimi bəyənmir. Gəldilər. Nə səs küydü burada? Sen var ya burada. Olmaz. Düş aşağı. Ölürüm düşürəm. Oy. Düş aşağı. Tez ol. Düzülün sıraya. Ne? Düzülün sıraya. Niyə ki, nə olub? Türməyə narkotik gətiriblər. Nə? Bizim otağa? Bəli, sizin otağa. Axtarış olacaq. Narkotik nədir ay qız? Kim Uyuşturucu. Bilmirsən narkotik nədir? Hardan biləm? Bilmirəm. Mən də biləm narkotik nədir. Yaxşı bilərsiz. İkicə saniyə vaxtımız olsaydı, hər şeyi öyrənəcəkdik. Açığını deyim Səməd. Açığını deyim ki, mən axır vaxtlar əməlli başlı qorxmağa başlamışam. Bu necə adamdır? Tilsimkardır, sehirkardır, cadügərdir, kimdir bu? Bir şeylə məharətlə aradan çıxır ki, öyrənə bilmirik ki, kimdir? Əsas məsələ bu dəqiqə bilirsən nə daxsaqqal? Cəmil hardadır? Necə oldu? Sabah maraqlanır. Elmana da tapşırmışam. Əsas odur ki, bizim getməyimizdən heç kəs
Heç kəs xəbər tutmasın. 2 saniyə, 2 saniyə vaxtımız olsaydı deyəcəkdi o şərəfsizin adını. Amma öyrənə bilmədik. İndi biz bilmirik o kimdir, nəçidir. Düşmənimizdən xəbərimiz yoxdur. Düşmən heç vaxt uzaqda olmur. Həmişə göz qabağında olur Səməd. Biz isə onu həmişə uzaqda axtarırıq. Düz deyirsən, Ağsaqqal, düz deyirsən. Düz deyirsən. Amma bizim düşmənimizin şərəfi yoxdur. Kişiliyi yoxdur. Qabağımıza çıxsın. Göz qabağında olsun. Vallahi siz səhv yerdə axtarırsınız. Biz belə bir şey heç vaxt eləmərik. Hər gün otağı yığışdıram gül kimi deyə buralar. Məncə sənə sipayət danış. Hələ onu bilmək olmaz. Almaz, nə gic-gic danışırsan? Ömrü boyu danışığı bilmədin də sən. Düz deyirəm də. Hansınız eləmişsinizsə boynunuzu alın. Nahaqdan yerə bizi bilə salmayın. Almaz, boş-boş danışma. Bizim aramızda elə bir adam yoxdur. Özün bunu çox yaxşı bilirsən. Gördünüz? Bilmirsiniz narkotik nədir? İlk dəfədir bunu görürəm ha. Nə baxırsan? Almaz. Bəlkə elə sən özün atmısan onu, hə? Qızlar, bəsdir də. Samira. Düz deyirəm də. Sıçan gətirib qoyub ora. Bizim aramızda elə bir adam yoxdur. Dedim də öz payıma danış da. Yoxdur. Mən heç kəsə güvənmirəm. Almaz. Həri. Atamın qəbrinin anda olsa bizim xəbərimiz yox. Araşdıracağıq. Araşdırın. Mütləq araşdırın. Araşdıracağıq. Bəli. Dillən də. Nə deyim? Mənlik deyil. Heç Bir birinizlik kəlmə. deyil. Hər ay. Yox, qayıtmışam evdəyəm. Heç nə ehtiyac yoxdur ay. Hər şey qaydasındadır. Nənəm də yaxşıdır, narahat olma. Hələ ki evdəyəm, bilmirəm. Oldu. Sağ ol. Raulla danışırdın. Hə, nənəm. Səni soruşmaq üçün zəng eləmişdim. Aranızda nəsə var? Yox! Məncə sən bilirsən axı mən tək yaşayıram. Başa düşmədim. Deyirəm ki, tək yaşadığımı bilirsən. Elə bil nəyisə axtarsan, kimisə axtarsan. Niyə tez-tez qonaqların olur axı? Məsələn, eks-sevgilin. Nəsə bir şey lazım olanda gəlir də. Yoxsa niyə gəlsin ki? Yəni o gündən sonra bir də bura gəlməyib.
Yox, gəlməyib. Gəlməli idi ki, Sizin bu münasibətləriniz mənə çatmır. Sevgilisiz, ayrısız, birsiz, dostsuz, qardaşsız. Bu münasibətin adı nədir? Gəl bu münasibətin adını sənə belə izah edeyim. Əzizim Səməd. Deməli, mənim sevdiyim məni sevmir. Məni sevəni də mən sevmirəm. Sevdiyimin sevdiyi də onu sevmir. Bax belə. Mahu, yanıltmac deyirsənsə. Səməd, işlər və münasibətlərimiz bax bu dərəcədə qarışıqdır. Mən əzizim. Onu demək istəyirəm. Nəysə, sən niyə gəlmirsən? Harada Cəmil? Cəmil, neyəsən ki Cəmil? Zəng vur. Gör haradadır. Nəsə olur? Zəng vur, sonra deyəcəm. Gəl burada ye. Gəl. Görsün götürmür. Nəsə olur? Neyəsən ki Cəmili? Olmayıb, amma olacaq. Getdim mən. Cəmil, Səməd gəlmişdi. Sən axtarır, nəsə şübhələnib deyəsən. Təcili görüşüb danışmalıyıq. Hardasan sən? Ax, Səməd, Səməd. Dəvədən də böyük fil var. Eşidirəm Fikrət qardaş. Yo, Aylaya indi dərsdədir. Yaxşı, gəlin belə eləyək. Siz mənə məkanı atın, biz gələrik. Hə, yaxşı, sağ olun. Zeynəb, ay Zeynəb. Gəldin. Nə olub? Sənə demək istəyirəm ki, Aylanın dostu var. Hə. Adı Fikrətdir. Yaşlı kişidir. Fikrət kimdir? Nəçidir? Bilmirəm, amma dostudur. Məsləhətlər verir ona, Ayla da onun sözünə qulaq asır. Kişinin böyük nüfuzu var Aylanın yanında. Axı, Ayla bugünə qədər heç nə deməyib. Çəkinib də, amma mənə dedi. Bax, kənardan baxırsan elə bil ki, baba nəvədirlər. Aylanın babası yaşda olan kişi ilə nə dostluğu? Bilmirəm. Qız ona baba deyir. Çox mehribandır, çox səmimi insandır. Yaxşı insan təsiri bağışlayır. Sənə bir söz deyim? De. Mənə elə gəlir ki, Aylanın yox, sənin dostundur. Yox, Ayla məni tanış eləyib Fikrətlə. Amma mən nəzarət eləyirəm də, uşağı tək buraxmıram, neynim? Hə, çox güclü nəzarət edirsən. Bundan sonra daha da gücləndirəcəm nəzarəti. Ay Gül, görürsən qanı damardan götürəcək, yoxsa barmaqdan. Qulaqdan. Qızlar, mən heç cür başa düşə bilmirəm ki, Necə oldu axı, hə? Necə oldu ki, bu zibil bizim otaqdan çıxdı? Başa düşə bilmirəm. 100%. 100% deyirəm ha sizə, adım kimi əminəm ki, sırf bizim üstümüzdə qalsın deyə onu aparıb qoyublar ora. 100%. Kimdə, kim ay bacı, bizim kimi nə pisliyimiz keçib, kimi biz indi düşmənçiliyi var. Bu zibilə qalmış, necə gəlib bizim otağa düşə bilər axı? Bütün günü tərtəmiz təmizləyirəm oraları, mən orada elə şey görməmişdim, ay qızlar. Ay sağ ol.
Deyirəm, heç olmasa Səidə burada olsaydı, deyərdik ki, o eləyib. Almaz. Ən azından belə şeylərdə təcrübəsi var da. Almaz. Aycan. Sən güya bilmirsən, Səidə bura avamlığından, saflığından düşüb, hə? Bilmirsən? Nə dəxli var, Avamlığından düşüb, saflığından düşüb. Əsas odur ki, nə ilə tutulmuşdu? Belə də ki, ayaqlarımıza qara su gəldiyi burada dayanmaqdan. Qızlar, hansınız eləmişsinizsə boynunuza alın, o birilərin üstündən şübhə götürülsün. Almaz bəsdir. Bizdən heç birimiz günahkar deyilik. Günahkar deyiliksə niyə buradayıq? Bir də ki, qurunun oduna yaş niyə yansın? Almaz. Bu dəqiqə hamımız gərginik. Elə eləmək ki, hamının əsəbini səndən çıxardım ha. Ay qızlar, gəlin sizə bir məntiqli sual verim. Bax, bizim aramızda ən havalarda uçan, sirrini sözünü heç kəslə bölüşməyən, hamıdan kənar gəzən, ən sakit, ən fağır kimdir? Sara, hə? Ən fağır, ən sakiti hə Ay, sağ ol. Bax, görsən özünüz özlülüğünüzdən deyirsiniz. Deməli, bu məsələdə ən şübhəli adam Saradır. Yəqin ki, özü də istifadə eləyir, ona görə də gətirib qoyub otağa. Sən başı xarab olub Almaz. Yox. Dediyi qulağın eşidir. Eşidirəm. Ayıb olsun sənə. Ay bacı, istifadə eləyənsən mənə ayıb olsun. Sən nə danışırsan? Qızlar, siz ciddisiniz? Başı xarabdır da bunu, Almaz sən başı işləyir, Almaz. Adam əgər fağırca, sakitsə, bunu bu məsələyə nə dəxliyyatı var ki? Elə məsələyə aidiyyatı var. O özünü belə aparır ki, heç kim ondan şübhələnməsin. Almaz, sən həqiqətən də xəstələnmisən. Ümidvaram ki, sənin danışdıqların hamısı zarafatdır. Baba, gördünüz, əsəbidir. Bu onun əlamətidir. Divarsan, divar olub cəmaatın üstünə az durdu, Almaz. Görsən azdır, hamımız əsəbiyik bu dəqiqə. Almaz, bəsdir. Sən həddini aşırsan, bayaqdan dinmirəm. Amma sən artıq həddini aşırsan. Al əskinə indi ürüyün geyəcək. Allah səni tezi ilə buradan yox eləsin, bizim canımız da qutarsın. Amin. Amin. Zarafat eləmək də olmur, sizə darıxacaqsınız. Belə zarafat olur, şəkər tutmuşam mən bayaqdan burada. Adam şəkər tutamır. Qız xəstədir. Darıxacaqsınız həmçinin. Nə səs ki salmısınız burada? Rəis gərginlikdən gülürəm. Mən deyəsə şəkər tutdum. Şəkər tutanı necə olur? Şəkəri mən tutdum, siz yox. Sizin aranızda. Məmmədxanlı Sara. Bax, gördünüz, birinci onu çağırdılar. Deməli, burada nəsə var. Bundan da ölüm qorxuram axı. İzdimi səndən. Aygül, mən deyəsə şəkər tutdum. Şəkər tutanı necə olur adam? Şəkəri mən tutdum, bəsdirində. Adamın dili damaqda yapışır. Həkimsə səndən soruşma, kimdən soruşma, o nə hərəkətdir? Danışma. Ay Allah, görəsən qanı götürəndə böyük iğnə ilə götürürlər. Dərivə sığmırsan, Nə geç çıxdı orada? Qanı çox götürürlər. İncidir. Mən bilirəm ki, tərtəmizəm. İnşallah ki, bundan çıxır. İnşallah bunun qanı çıxır. Sənə qurban olma, ay Allah, sevindir də mənim canım qutarsın bunuzdan. Boş-boşuna qızı ümidləndirdim. Biz indi o sübutları bir də hardan tapacağıq, ağsaqqal? Açığını deyim Səməd. Bu dəfə heç mən də bilmirəm. Bir sübutumuz qalmışdı. Onu da qoruya bilmədik. Əlimizdən çıxartdıq. Mən elə bilirdim ki, türmədən çıxacağam. Hər şey daha yaxşı olacaq. İndi məlum olur ki, nəinki əvvəllər. İndiki vəziyyətim türmədən belə pisdir. Darıxma. Darıxma Səməd, darıxma.
səbirli ol. Bir gün hər şey bitəcək. Bax onda kim nəyə layiqdirsə o yerdə tutacaq. Nə olur? Gizli nömrədən zəng gəlib. O ola bilər. Cavab ver. Yenə yığır. Səni də tapacağım. Sübutları da. Amma mən tapandan sonra səni heç vaxt heç kəs tapa bilməyəcək. Qulaq as. Sənin kişiliyin çatmır ki, mənim qabağıma çıxasan. Hı? Qorxursan məndən. Sübutlar hardadır? Ha? Sübutlar hardadır? Niye kişi kimi qabağıma çıxmırsan? Qorxma da qorxma, çıx qabağıma. Henry. Bilmirəm. Bilmirəm. Səncə inandılar? Məncə hə. Qoy indi çabalasın. Canım Səmədim. Neyniyim? Mən istəmirdim belə olsun. Özü günahkardır. Bəs pulu tapmasa necə olacaq? Qulaq as, sənin əlavə yaddaş kartın var? Hə, var. Oh. Neynirsən ki? Görərsən. Səbr elə. Mahirə. Hı. Elə ki, başımıza iş açma, yaxşı? Onsuz da problemin içindəyik. Səbr elə, görəcəksən. Həm də narahat olmayı, Mahirə sənin üçün dünyanın uşağı deyil. Mən bizə problem yaratmaram. Bəs salam. Bitti. Qulaq as. Ala bunu. Çatdır Səmədə. Özün getmirsən ha. Kimləsə göndərərsən. Nə var bunun içində? Yoxsa sübutları vermirsən ki? Ay Cəmil, səncə mən axmağa oxşuyuram? Yaxşı, onsuz da bir təhər öyrənəcəyik. Amma bir şey yaddan çıxarmayaq. Səməd məni buralarda görsə, yaxşı olmaz. Axı o məni yaralı bilir. Hə, doğrudan bu iş mənim ağlıma gəlməmişdi. Bəs neyniyək? Bu nədir? Götür. Götür. Vur məni. Nə? Vur məni.
Salam. 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 Nə qəşəng balıqlardır. Kimindir? Mənim idi. İndi sən indi. Doğrudan? Mən balıqları saxlamağı çox sevirəm. İndi sən baxacaqsan onlara. Bəs sən bu balıqlar üçün darıxmayacaqsan? Bəzən bizi sevənlər çox uzaqlarda ola bilərlər. Amma baxır kimin əlinə düşüblər. Etibarlı əllərdədirlərmi? Mən də bunları sənə etibar edirəm. Mənə görə narahat olma. Yaxşı, onda nə vaxt istəsəz gəlin bizə balıqlara baxın. Fikrət baba, bəlkə deyirəm xəyal quraq. Quraq? Amma bu xəyalda Məhəbbət xala da olsun. Mən yox. Xəyallarınıza məni qatmayın. Yox, Məhəbbət xala sən də ol. Hamı gözünü yumsun. Aha. Yumruqsun. Təsəvvür eləyin ki, dənizin dibidir. Balıqların şaxı var. Balıqların şaxı bütün günü balıqları qoruyur. Günlərin bir günü köpək balığı su pərisinə hücum edir. Bunu görən balıqların şaxı köpək balığı ilə vuruşur, su pərisini xilas edir. Su pərisi ilə şax bir-birinə baxıb gülümsəyirlər. Balıqların şahı Fikrət babadır, su pərisi isə Məhəbbət xala. Bəs bu köpək balığı kimdir? Onu hələ fikirləşməmişəm. Bu əsl nağıl oldu. Almaz, nə axtarsan? Hə? Sizə etibar yoxdur. Bilmək olmaz. Birdən mənim yerimə nə satarsın. Nə? Almaz, sən ağ elədin ha. Heybi yoxdur. Birazdan cavablar çıxacaq. Bəziləri də inşallah utanar. O bəzilərində utanan sifət var axı. Utanacaq, elə bizdən də üzr istəyəcək. Hamınız ağıllı çıxmısınız. Hamınız ağıllısınız, bir də Almaz dəlidir. Dəliyəm mən. Söhbət ağıllı ya dəli olmaqdan getmir, Almaz. Söhbət ondan gedir ki, burada hamı özünə arxayındır. Əgər sənin özünə qarşı şübhən varsa, o sənin problemindir. Mənim özümdən şübhəm zadım yoxdur, mən özümdən arxayınam. Amma heç kimə güvənim yoxdur. Hə, nə oldu? Cavablar çıxdı. Hə, elə onu deməyə gəlmişəm. Hansıdır? Samirədir, Aygül yoxsa Sara? Almaz! Hə. Heç biriniz, siz rahat olun. Cavablar təmiz çıxıb. Mən dedim. Bu qızlara bir dəyən baxın. Görün, bunların üzündə bicdi deyilən bir şey var. Hamısı gül kimi saf, tərtəmiz qızlardır. Dedim, burada belə şey olmaz da. Dayı, mənim sənə sözüm yoxdur, Almaz. Yaxşı. Bəs sonda bunu bizim otağa kim qoyub, hə? Ola bilsin, kimsə gətirib atıb. Araşdırma gedir. Siz rahat olun. Salam əleykum. Qızlar, deyirəm, bayaq otaqda balaca bir milçək var idi ya. Boş-boşda vızzıllayırdı. Nəsə, mən də eşitdim o milçəyi bayaq. Məsələ burasındadır ki, yəni bir milçəyə görə qan qaraltmaqda dəyməz. İkincisi, milçək elə bir şeydir ki, yəni ona görə qatil olmaqla da dəyməz. İşinizin üstünə iş gələr. Almaz. Mən xasiyyətimi bilirsən də, bəs sizdə, Almaz. Hə, can almaz. Milçək bir şeydir, amma ürək bulandırır da. Ona görə də bacı. Ağıllı, aferin. Bunu da arada ütülədə. Mənim heç kimə güvənim yoxdur. Bunda təmizkarlığı tutdu yenə. Onsuz da həyəcandan ölmüşəm. Mən başa düşə bilmirəm ki, bu nəzarətçi hara baxır ki? Gün orta çağı kimsə gəlib otağa nə satdı. Məndən sənə məsləhət.
Bilmədiyin şeyi danışma. Heç kəsin də boynuna şər atma, böhtan atma. Yaxşı. Şər atarsan, şərə düşərsən. Ağsaqqal, Ha, kompüter oradadır. ha. Gətir. Ver. Kim idi? Nə bilim, yenə həmin qutu, içində də flash kart. Yenə kaskalı adamdır da. Kim olacaq? Necə laf. Bu nədir? Oyun oynayır da. Necə laf. Oyun oynayır bizlə. Sən burada nə edirsən? Nə gözəl görsənirsən. Sağ ol. Nə edirsən burada? Bax, həmişə belə giyin. Sənə çox gözəl yaraşır. Dedim sağ ol. Burada nə edirsən, onu deyəcəksən? Sənə kitab gətirmişdim. Nə kitab? Bilirəm, bax, universitetə qəbul olmaq istəyirsən. Çoxlu kitablar gətirdim ki, hazırlaşasan. Mən səndən kitab istəmişdim. Yox. Ürəyimdən keçirdim, gətirdim. Çox nahaq yerə. Mənim şəxsi həyatıma burnumu soxma. Sən mən səhv başa düşdün. Səhv ya düz. Sənə deyirəm ki, mənim şəxsi həyatıma qarışma. Yaxşı. Üzr istəyirəm. İndi gedə bilərsən. Nə qədər baxacaqsan Səmər? Nəyə baxırsan, hə? Baxdıqca da məsələşir. Yığışdır. Bəsdir. Zəng edir. Materiallar hardadır?
Mən sənə niyə inanım? Söndürdü. Nə dedi? 10.000 manat istəyir. Məkanla saati də birazdan göndərdi artıq. Səməd. Sən yəqin getməyəcəksən də. Saraya görə ağsaqqal. Saraya görə gedəcəm. Hara belə? Mayra, çəkil yolumdan, vacib işim var. Hara getdiyini deməsən çəkilən deyiləm. Maho, bir əmanət var idi. Qoruya bilmədim, oğurladılar. İndi gedirəm onu tapmağa, çəkil. Nə əmanəti? Saranın azadlığa çıxması ilə bağlı dəlil sübut var idi. Əlimizdən vermişik. Başa düşdün? Mən də gəlirəm. Bəlkə bir xeyrim dəyər. Xeyir vermək istəyirsən? Onda get Cəmili tap. Cəmil demişkən, zəng elirəm, zəngimə cavab vermir. Nəsə eləmisiniz ona? Biz ona heç nə eləməmişik, arxayın ol. Maho, bir məsələ var idi. Onun özü ilə aydınlaşdırmalıydıq. Tutduq, bir yerə apardıq. Aydınlaşdıranda gözümüzün qabağında vurdular onu. Qulaq as. Sonra da polis gəldi. Biz də qaçası olduq. Qaydanda da gördük ki, yoxdur. İndi get Cəmili tap. Bəlkə ölüb. Bəlkə... Hə? Öldürmüşsünüz onu. Nə öldürmüşük? Sakit dur, nə öldürmüşük? Get Cəmili tap ki, bir öyrənək sağdır, yaşayır, ölüb, hardadır, neynir. Olar? Olar, mən də sizlə gəlirəm. Sən başa düşmürsən, ha? Sən ora getmən sənin özün üçün təhlükəlidir. Başa düşmürsən? Mənə heç nə olan deyil, mən də gəlirəm. Get! Buna bax, oxumaq istəyir, amma özünü də sındırmır. Mahirə, sən burada qal. Yox, mən də gəlirəm. Səməd. Ora doğrudan o yerdir. Elə göndərib. Heç kim yoxdur axı. Bəlkə ora deyil, hə? Ya sən yenə aldatdı bizi o əclaf, hə? Bəlkə bizdən oyun oynayıb. O əclaf var, ağsaqqal. Keçəcək də bir gün əlimə. Özü də yox deyə, heç kim yoxdur. Bəlkə oyun oynayıblar bizdən, hə? Ola bilər. Bilmirəm. Neysə, mən zəng eləyim də. Zəng elə. Telefon. Səs gəlir, ha, hardansa. Hardansa səs gəlir. Deyəsən oradan gəlir, ha? Oradan gəlir. Söndürmə.
Buradadır. Tapdın? Onun telefonudur. Hə. Peki onu nəsə eləyiblər, telefonda bura atıblar. Nə bilim, niyə mənə baxırsan? Bilmirəm. Bircə onu bilirəm ki, zibilə düşmüşük. Zəng gəlir, gör kimdir. Bir dəqiqə. Alo? Cəmil? Cəmil nə deyir? Cəmil tərpənmə yerindən. Hardasan, gəlir indi ora. Yaxşı. Gəlir indi. Köməyə ehtiyacı var, nəsə olub? Gedək.